Tarix yazmağı tarix dərsi deməkdən daha üstün tutan Elnur Cəbrayılov 1981-ci il aprel ayının 26-sında Göygöl rayonunun Çaylı kəndində anadan olub. O 1988-ci ildə Gəncə şəhər Əhməd Cavad adına 2 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. Elnur Cəbrayılov təhsilini daha sonra Göygöl şəhəri 6 saylı məktəbdə davam etdirib. O, orta məktəbi uğurla başa vurduqdan sonra Gəncə Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub. Ali məktəbi bitirdikdən sonra en saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. Elnur Cəbrayılov hərbi xidmət dövründə təlim-tədris mərkəzində təhsil alaraq leytenant rütbəsi alıb. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət Göygöl şəhər 1 saylı məktəbdə və Çaylı kənd məktəbində tarix müəllimi işləyib. 2013-cü ildə Elnur Cəbrayılov müəllimlik vəzifəsindən könüllü ərizəsi ilə ayrılmış və həmin ildən leytenant rütbəsi ilə yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlamışdır. 2016-cı ilin aprel döyüşlərində o böyük şücaət göstərib. Göstərdiyi şücaətə görə Elnur Cəbrayılova kapitan rütbəsi verilib. 2020-ci ilin sentyabr ayının 27-sində Vətən müharibəsi zamanı kapitan Cəbrayılov Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabr ayının 12-sində Elnur Cəbrayılov Füzulinin aşağı Əbdurrəhmanlı kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşür. 2021-ci ilin yanvar ayının 16-sında kapitan Cəbrayılovun nəşi tapılır. Şəhid kapitan Göygöl rayon şəhidlər xiyabanında dəfn olunur. Ailəli idi. 2 övladı yadigar qaldı. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Elnur Cəbrayılov ölümündən sonra vətən uğrunda Füzulinin, Cəbrayılın azad olunmasına görə medalları və 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edildi.